Tibbi yardım almaq hüququ heç bir halda məhdudlaşa bilməz. Hər hansı cinayətin törədilməsində şübhəli bilinən şəxsin azadlıq hüququ məhdudlaşdırıla bilər. Lakin tibbi yardım almaq hüququ tam şəkildə təmin edilməlidir. Bildirməliyəm ki, bu mövzu barəsində mənə izləyicilər tərəfindən sual edilmiş və publik olaraq cavablandırılması xahiş edilmişdir. Beləliklə, bu paylaşımın əsas məqsədi hüquqi maarifləndirici xarakter daşıyır və belə hallarla rastlaşacağınız təqdirdə hüquqlarınızı izah edir. Bilmək lazımdır ki, şəxs tutulduğu və ya həbs olunduğu andan 24 saat müddətində həbs yerinin tibb işçisi tərəfindən tibbi müayinədən keçirilməli və onun barəsində tibbi kitabça tərtib edilməlidir. Tibbi kitabçada şəxsin əsasən sağlamlıq göstəriciləri və bədən xəsarətinin olub-olunması təsvir edilir. Qeyd edilməlidir ki, şəxs müvəqqəti saxlama yerinə, istintaq təcridxanasına və cəzaçəkmə müəssisəsinə hər dəfə qəbul edilərkən tibbi müayinədən keçməlidir. Hətta cərimə təcridxanasında şəxs hər gün ən azı bir dəfə tibb işçisi tərəfindən yoxlanılmalıdır. Tutulmuş və ya həbs olunmuş şəxsin sağlamlıq durumu tələb etdiyi hallarda isə təxirə salınmaz tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılır və göstərilmiş tibbi yardım barədə xəbərdarlıq vərəqi tərtib edilərək şəxsin tibbi sənədlərinə əlavə edilir. Şəxsin müalicəsinin stasionar şəraitdə aparılması tələb olunan hallarda isə bu bir qayda olaraq penitensiar xidmətin müalicə müəssisələrində həyata keçirilir. Diaqnozun dəqiqləşməsinə zərurət yarandığı təqdirdə isə müayinə və müalicə proseslərinə dövlət tibb müəssisələri və onların mütəxəssisləri cəlb oluna bilər. Bu hüquqların pozulduğu hallarda isə vəkillərin köməyindən istifadə edə bilərsiniz. Tibbi mübahisələr üzrə ixtisaslaşmış vəkil Tural Musayev.